Şəhidimiz Kamranın atasıyam. Kamran çox vətənpərvər, qayğıkeş, tərbiyəli bir evlad idi. Həmişə çalışırdı ki, öz harda olmasından asılı olmayaraq öz vəzifəsini layiqincə yerinə yetirsin və elə də oldu. Döyüşlər başlayandan ilk gündən döyüşlərə qoşuldu və oktyabrın 5-də Cəbrayıl ərazisində gedən qanlı döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. O gülərüz bir evlad idi. Hətta şəhidliyindən çox əvvəl öz xidmət yoldaşları ilə danışanda ona soruşurlar ki, komandir, sən niyə həmişə gülürsən? O da deyir ki, şəhidlər həmişə gülərüz olur, gülürlər. O birisi yoldaşı da ona deyir ki, hərbiçi yoldaşı deyir ki, onda sağ əliniz mənim başıma. Yəni, şəhidlər hamısı belə baxdıqda eyni ruhlu, eyni xasiyyətli insanlar oldular. Allah hamısının yerini cənnət eləsin, məkanları cənnət olsun. Şəhid ziyamızın da yeri cənnət olsun. Allah rəhmət eləsin, çox sağ olun, var olasınız. Qarşınızda baş əyirik, çox sağ olun. Uşaqlar, gəlin birlikdə deyək, şəhidlər ölməz. Şəhidlər ölməz, vətən bölünməz. Buyurun anan, Siz də sağ olun ki, bu uşaqları vətənpərvər böyüdürsünüz, şəhidlərimizi yad etməyə getirsiniz. əlbəttə ki, bizim borcumuzdur. Çox sağ olun, var olun. Təşəkkür edirəm.